Allah tərəfindən seçilmiş bir evliyayam. Bu evliyalığım mənə ayan olandan, 40 yaşımdan, Həzrət Baba Xıdır Zəndi Baba vasitəsilə mən Allahın dərgahına qalxmışım. Bunlar bir evliya olduğuna görə, mələklər mənə evliyayın. Hələ bir rəkat kimi yuxarı başqa planetlərə qalxırdıq və orada dayandılar yanımda əba əginlərində Həzrət Baba Xıdır Zəndi Baba. Dedi, mən Həzrət Babayam. O birisi də dedi, mən Xıdır Zəndi Babayam. Dedim, məni bura niyə getirdin? Dedi, sənə Allah Teala evliya verir. Dedim, evliya görünmür axı. Allah Teala görünmür axı. Dedi, Allah Teala ya kişiyə bənzətmə olar, ya qadına. Allah heç nəyə bənzətmə olar. Allah Teala bizim vasitəmizlə sənə evliyalıq verdi. Dedim, indi mən nə edəcəm ki? Dedi ki, sən öz evliyalığı, seçildiyi, evliya seçildiyi xalqa və dövlətə, hökumətə bildirməlisən, insanlara. Dedim, axı, mənə eşitəcəklər, dedi, eşitəcəklər, biləcəklər. Və onların vasitəsində mən yenə endim yerə, hərəsi bir yanımda, elə bir ki, aşağı endi, uçdu. Gələndən sonra ondan məlakələr mənə evə getirdi. Mata nih gue, Pak. Picok.